Mən Rəşidov Cəlil. 30 ildən artıqdır ki, bu ümumda yaşayıram. Gördüyüm anda pandemiya dövründən 20-ci ildən, əslində 14-cü ildən başladılar. Lüksun tikinti şirkəti burada tikintiyə, arxa tərəfdə. Arxa tərəfdə qonşuların başına açmaqla uyum qalmadı. Tikinti burada insanları köçürmədən tikintiyə başladılar. 20-ci ildən pandemiya dövründən başladı. Düz mənim 1 metrəlimdə katlavan qaldılar, 8 metrə evin uçma təhlükəsində. Sıvay heç nə vurmadan başladılar epiyimdir. Şirkətin müdürü deyir ki, mən oğlumla məşq gəldim ki, gəl kişinin başına tökülsə ev, sənə maşın alamayacağım, pulunu verib qutaracağım. Əgər dökülməsə, onda sən maşın alacaq. O vəziyyətlərə bizi qoydular. Söküntü vaxtı, tikinti vaxtı. Ondan sonra bu gördüyünüz obyekti tikdilər 2 mərtəbə, onu da 8 metrə katlaman qazdılar. Sərəncamlarında 14 mərtəbə olmağına baxmayaraq 16 mərtəbə, 17 mərtəbə tikildi. Neçə vaxt var? 5 ildir bu zülümdə yaşıyoruz. Heç bir təşkilat, nə fövqəladə, nə şəhər salma, nə Bakı şəhər icra hakimiyyəti. Bu onun üstə göndərir, o bunun üstə göndərir. Heç bir tədbir də görmürlər. Bəlkə 100 dəfələrlə fövqəladə olmuşum. Bax, başımın üstündə bu tikildi. Bəlkə oradan yüzlərlə armatur, mismar, taxta, mismarlı taxtalar tökülüb ölümdən qurtarmışım. Heç birinə gəlib nəzarət edən baxan olmadı. Kran quraşdırdılar, əvvəl quraşdırmışlar. Burada 4-5 metrəlikdə damın üstündən bütün ağır materiallar aparırlar. Damın üstü deşik-deşikdir. Bütün yağış su evinin içində. İndi də quraşdırdılar burada, yenə də evinin üstündən geçir. Çox böyük təhlükəsi var, qorxu təhlükəsi var. Haraca gedirsən, tədbir görən yoxdur. Gedirlər məhkəməyə veriblər, 1-ci instansiya məhkəməsi olaraq yerinə qərar çıxarır. O nə diktok bilirlər, həmin qərarı da məhkəmə çıxardır. Rayon məhkəməsi, Nərman rayon məhkəməsi. Gültəkin Asadova 1-ci instansiya məhkəməsində blank yerinə qərar çıxartdım, mənim bu boy dedimə. Bir dənə 3 otaqlının deməli kvadratı heç 400 manata da düşür. Qalı ilə verdilər apellyasiya. Apellyasiyada da məhkəmə ekspertizasını çıxartdığı qərarların xoşuna gəlmədi. Ərzlərini geri götürdülər ki, biz daha şikayətçi deyilik. Ondan sonra mən vermişəm məhkəməyə ki, bu vəziyyətdə mən yaşaya bilmərəm. Yəni birinci instansiya, bunların apellyasiya məhkəməsi bunların qərarına yazmış ki, siz imtina edirsinizsə bir daha siz bu barədə müraciət edə bilməzsiniz məhkəməyə. Mən məhkəməyə vermişəm Nərman məhkəməsində, bunlar qarşılıqlı iddia verdilər. Hansı ki, məhkəmə ona baxmaq ixtiyarı yox. Bunlar dendi kimi nəzərdə? Şirkət. Hansı şirkət adın? Lükson tikinti şirkəti. Bura Lüksondur, burada da adını MMC'dir, burada adını dəyişib Lükson inşaat edirlər. 2 adda gedirlər. Eyni rəhbərlikdir, 2 adda gedir. Həmin mənim qərarımı rədd edib, hansı ki, onun qərarını rədd edib. Onun qərarını saxlayıb. Burada bir dənə satılmayan 3 otaqları var, onu mənə zorla vermək istəyirlər, 4-cü mərtəbə bir dənə otaq. Onu qərar qabiliyim. İndi vermişəm apellyasiya, apellyasiyada bunların diktokası ilə. Nə deyirlər, o qərarı çıxardır. Belə qalmışım, məhkəmələr belə ədalətsiz qərarlar çıxardılar. Hara gedirik şikayətimizə baxmırlar. Bunların hamısını təqsiri Lükson tikinti şirkətindən də çox fövqəladə də şəhər salmadır, bir də Bakı şəhər icra hakimiyyəti. Rayon icra hakimiyyətinə gedirəm, heç bir qəbula mən qoymurlar, qəbula buraxmırlar, heç qəbula yazmırlar. Bu boyda haqsızlıq, bu boyda ədalətsizlik var. 5 ildir mən ailəmlə burada xəstə düşmüşəm. Bu yaxınlarda Yasamalda və Ağşəhərdə buna oxşar binalar var idi. Orada da tikinti şirkəti ilə vətəndaşın razılaşmaması olmadı. Fəlakətlə nəticələnmişdi. Yəni burada həmin hal təkrarlana bilərmi? Əlbəttə təkrarlanır. Mənim evimin arxa divarlarını buradan görsənmir. Çox pis vəziyyətdə. Baxa bilərik ona. Görünmür buradan. Gərək tikintinin arasında gitsən orada buraxmır. Limoy vaxtı həmin şərait burada da ola bilər, uça bilər, başımıza uçar. Biz də evin içində yaşayırıq. Ailəmlə burada yaşayırıq. Sizin tələbiniz nə qədər olub bununla? Yəni razılaşmamağınızda məqsəd? Tələbim olur ki, mənim kvadratım nədir, düzgün ölçülsün. Həmin kvadratın Neçə üstündə mən kvadratdır? Valla bilməm, ekspert gəlsin ölçsün. Nədirsə, mən artıq istəmirəm ki, kvadratın nədir, həmin kvadratı edin, mənə ev versin. Bu evdən, o evdən, o birisi binanın arasından istəyim, mənə ev versin. Mənim tələbim bu olur demişdim. Bunlar hər dəfə bir rəydən, bir yalanla çıxırlar. Burada əsas, yəni görünür ki, təksiz qalmışsınız. Əvvəllər bir neçə ailə qalmışdı. İndi Bir mən
kalmışam, bir də o tərəfdə bir iki çay var. Baba Aliyev burada tikirlər. Güya bunu burada yaşayan sakinlərin evinin əvəzinə tikirlər. Yalandan vergi verməmək üçün aformutulublar həmin işlərin, hansı ki həmin qonşuları pulların verib zorla buradan çıxardılar. İndi onu vergidən yaymaq üçün nədir? Aformutulublar güya onlara verilmiş yerdi. Nə obyektidir bu? Bu indi bunların ofisləri. Ofislər. Ofislər. Bu Lüks Home şirkəti kimindir? Yəni bunun əsl sahibi kimdir? Valla əvvəllər dedilər ki, bura tikiləndə dedilər ki, qorxmazdı bunların üstündə duran. Sonrasını bilmirəm. Qorxmazsa Azərbaycan rəisi. Keçmiş Azərbaycan rəisi Qorxmaz Hüseynov. Onu deyirlər. Amma sonradan da bilmirəm bu rəhbərliyin kimdir. Ona rəhbərliyə güya hər dəfə bir dənə ortağı var. Amma əsl burada oturur Zabir Əliyev. Zabir Əliyev. Bunlara nəzarət kim oldu? siz müraciət edəndə ki, gəlin evimin kvadratını ölçün, o kvadrata mənim evimə təmin edin. Nə deyirlər sizə? Məhkəmə ekspertiziya göndərir. Eksperti gedən kimi gelib eksperti görürlər. Ekspert gəlib mənim kvadratım 100 kvadratsa yazır 50 kvadrat. Həmin şeyi də verirlər fövqəladə məhkəməyə. Müstəqil ekspertə müraciət etmisinizmi? Müstəqil ekspert gəlib düzgünün yazıbdır, onu qəbul eləmir. Nə qədər yazıb onu? Sizin, yəni siz Bəli, 500 kvadrat yazır. 500 kvadrat çıxar. Bunlar mənə heç 300 kvadrat verir. Belə haqsızlıq, belə ədalətsizlikdir. Bu ərazi çox böyük yaşıllıq şeyiydi. Burada yüzlərlə ağac kəsiblər. Ekologiyaya bəlkə 100 dəfələrlə müraciət etmişəm, yazılı ərizələr vermişəm, heç bir tədbir görmür. Heç nə eləməyiblər. Yalandan gəlib baxır, hələ gözlərin qabağında külək yığır. Yaşıl ağacı külək yığdadı ilə yıxırlar. Çıxardıblar, aparıb cavan ağaçları harasa əkiblər, heç yerə dəyməyiblər. Beləncə işlər hamısını diplomdur. Son addımlarınız nə olacaq əgər sizin Son şikayətinizə adımlarım olmasa, baxılırsa? düzəlməsə, indi apellyasiya qərar çıxarıb yenə bunların xeyrinə verəcəm ali məhkəməyə, bu düzəlməsə mən məcburam başqa ölkələrdən vətəndaşlıq istəməyə, sığınacaq istəməyə. Çünki mən də ailəmlə yerləşməliyəm, harası getməliyəm. Bu məsələlərdə əsas günahkar kimi görürsünüz? Burada yenə də deyirəm, əsas günahkar fövqəladadır, şəhər salmadır, Bakı şəhər icra hakimiyyətidir, rayon icra hakimiyyətidir, sonra da Lüks Home tikinti şirkəti. Bunların ədalətsiz, haqsız qərarları, bir də məhkəmələr. Məhkəmələrin haqsız çıxartdığı qərarlar. Bu gördüyünüz kran afişik işe 15 dəqiqə gecikdirmişdir. Tələsdirdilər ki, tez ol. Krana çıxdığı yerde kranın ortasından düz betonu çırpıldı. Hadisə oldu. Hadisə oldu, öldü. Bəli, cavan oğlan 3 dənə uşağı yetim qaldı. Təzminat verdi şirkət bilirsiniz. Bilmiyorum. Təhlükəsizlik kəmərindən istifadə edildi. Kəmər də yox idi, heç nə yox idi. Tələsdirdilər və tələsik qalxdığı yerdə oradan yıxıldı beton üstüne. Baxın əzizləyicilər, gördüyünüz bu fəhlələr təhlükəsizlik kəmərindən istifadə etmirlər. Başlarında kaska yoxdur. Yalnız şirkət tərəfindən fəhlələr bu cür istismar olunur.